Yaxın günlərdə Yevlax şəhəri aeroport qəsəbəsindəki su problemi həll olunacaq. Yevlax Su Kanal İdarəsindən verilən məlumata görə ərazidə yeni su nasosu quraşdırılacaq. Yevlax şəhəri aeroport qəsəbəsinin sakinləri uzun müddətdir ki, içməli su sarıdan əziyyət çəkirlər. Qəsəbə sakinlərinin bildirdiyinə görə vəziyyət son bir həftə ərzində daha da çətinləşib. Neçə ildir burada yaşayıram. 14 ildir hər il yayda biz belə əziyyət çəkirik. Bir dənə yataqxanadan su gəlir, o da bir dənə balaca sudur. Ona bütün aeroport sakinləri oradan daşıyırıq. Onu da davşa qoymurlar. Yevlax Su Kanal İdarəsinin rəisi Sabir Həsənovun bildirdiyinə görə əraziyə mütəxəssislər baxış keçirib. Araşdırmalar zamanı subarteziyan nasosunun pərlərinin yeyildiyi müəyyənləşib. Buna görə də nasos nəzərdə tutulduğundan az su verir. Ağdam Suvarma İdarəsindən cəlb olunan texnika vasitəsilə nasos dəyişdirilsə də qəsəbədə yenə də su çatışmazlığı var. Lakin o, yaxın günlərdə bunun da aradan qaldırılacağını deyir. Daha məhsuldar nasos quraşdırılacaqdır. Yəni SV 6-110 deyilən markalı nasos quraşdırılacaq. İdarə rəisinin dediyinə görə su çatışmazlığının əsas səbəblərindən biri də sakinlərin əksəriyyətinin israfçılığa yol verməsidir. Suyun mənbəyinə yaxın sakinlər içməli sudan həyatyanı sahələrin suvarılmasında istifadə edirlər. Sabir Həsənov həmçinin bildirir ki, 193 abonent olan qəsəbənin 130-nun 6300 manat məbləğində debitor borcu var. Şahin Qurbanzadə, Ramin Ələsgərov, Yevlax.